kim alış-verişində, ticarətində, evlənməyində, ev tikməyində, müharibədə olmağında, hər hansı bir müsibətində və sıxıntısında və istəyində Allaha təvəkkül eləyərsə, əmin olun Allah onun təvəkkülünü puça çıxartmaz. Allah ona o şeydə kifayət eləyər. Allah Teala buyurur: وَمَنْ يَتَوَكَّلَ عَلَى اللّٰهِ فَهُوَ حَسْبُهُ. Kim Allaha təvəkkül eləyərsə, Allah ona kifayət eləyər. Əgər sən Allaha gerçekten təvəkkül eləyərsənsə, heç bir zaman sənin üzərində nə şeytan cildində olan insanlar hakim ola bilməz. Heç bir zaman sizə təsir eləyə bilməz. Gerçek mümin olan insanlara Allah şeytanı və onun ordusunu hakim etməz. Onun üzərində sultan etməz. Onun üzərində qələbə çalmasına izin verməz. Çünkü iman edenler Allah'a təvəkkül ederler. Təvəkkülün en yüksek seviyelerine çatanlardan biri kim idi möhtərəm qardaşlar? Resulullah sallallahu aleyhi ve sellemin əmsi Həmzə. Məkkədə müşriklərin gücündən danışarkən Həmzəni qorxudaraq dindən çıxartmaq istəyirlər. İstəyirlər ki, Peyğəmbər sallallahu aleyhi ve sellem tərk eləsin. Həmzə radiyallahu anh'ın möhtəşəm bir sözü var. Gözüm görən heç bir şeydən qorxmaram. Gözüm görən heç bir şeydən qorxmaram. Yəni tək qorxum olan aləmlərin Rabbi olan Allah'tır.